Salam qızlar, necəsiniz? Qızlar, deməli biz bayramı keçirtmək üçün Gəncəyə gəlmişdik və gəlmişkən bir günlük ev tutmaq istədik, ailəvi istirahət etmək üçün. Biz bazarlığımızı edib tutduğumuz evə gəldik. İlk baxışdan evi bəyəndim. İstədim sizə həyəti də göstərim biraz. Bu hissəni çox bəyəndim. Görürsünüz, burada yeni aksesuarlarımız da var Novruz bayramına baxmayaraq. Nəysə, burada həyətdə kiçik bir yataq otağı da var idi. Biz evə girdik. Evi heç bəyənmədim. Normalda bu evi mən yerdən tavana qədər pəncərələrlə təsəvvür etmişdim. Onda daha genişlik və ürək açan olardı. Sadəcə bu ev darıxdırıcı gəlirdi mənə. Heç bəyənmədim ona görə. Yataq otaq nisbətən normal idi, amma qonaq otaq çox balaca idi. Nəysə, keyfimizi pozmayıb süfrəmizi hazırlamağa başladıq. Və süfrəmizin son halı budur. Havanın gözəl olmağından istifadə edib çölə çıxdıq. Burada samavar çay hazırladıq. Manqalımızı yandırıb kebablarımızı çəkdik. Burada artıq axşam süfrəmizi hazırlamağa başladıq. Burada bir-bir hazırladığımız kebabları süfrəyə qoydum. Və tonqalımızı yandırdıq. Bu arada hər kəsin bayramını təbrik edirəm. Sizə uğurlu illər arzu edirəm. Və isti baseynə də girdik. Nəysə, səhərimiz açıldı və açılmaz qar yağdığını gördüm və bu fürsətdən istifadə edib oğlumu havaya çıxartdım ki, təmiz hava qəbul etsin. Burada görürük, xırda-xırda qar yağır. O qədər gözəl, sakitləşdirici mənzərədir ki, gitməyimizə az qalmış. Dedik bir dəfə də tonqal yandıraq, çünki çox sevdik. Nəysə, biz Bakıya gəldik və dedim ki, evə nə lazımdırsa tez marketdən girim alım və qızımla gidik marketə. Buradan evə nə lazımdırsa alaq deyə. Sizə qısaca market tuz edirəm və uyğun görürsünüz. Burada sizə endirimli olan məhsulları göstərməyə çalışıram. Tamstar mağazasından çıxıb Araz marketə gəldik və burada endirimlər var idi. Dedim ki, sizə də göstərim. Araz marketdə Novruz bayramına aid belə gözəl dekor hazırlamışdılar və bizdə hər çərşənbə axşamı belə gözəl tonqal qalayırlar, burada kiçilib və mənim bir sifarişim oldu. Mən Sədəyə Ticarət Mərkəzinə gəlməli oldum. Mənim hər zaman materiallarımı aldığım bir mağaza var. Əgər sırasını, nömrəsini öyrənmək istəyirsinizsə mağazanın, yorumlara yazarsınız, mən sizə dəqiqliklə ataram. Burada istəyirəm ki, sizə qısa da olsa buradakı olan aksesuarları göstərim ki, bəlkə aramızda əl işləri ilə məşğul olan xanımlar vardır, onlara lazım olar. Və materiallarımı alıb daha sonra şarımı nömrə 1-ə gəldi. Buranı əvvəldən çox bəyənirdim. Sadəcə bu son zamanlar heç bəyənmirəm. Əvvəlki dadı vermir sanki. Nəysə, burada baxdım ki, iftar menüsü də var. Dedim ki, sizin üçün çəkim, bəlkə sizin aranızda maraqlı olar. Və Dekalife mağazasına gəldim. Burada sizə istəyirəm ki, kiçik də olsa mağaza turu edim. Qısa sizə buradakı məhsulları göstərim.
Və sonda istədim ki, sizə hazırladığım əl bağını, bel bağını göstərim.